Yerin Günəş və öz oxu ətrafında hərəkəti və onun coğrafi nəticələri. Sonra ilk öncə bilməli olduğumuz nədir? Yerin meyilli forması. Yəni ki, biz yer kürəsini, bu kürəni günəşlə, deyək ki, bu da günəş olsa bu şəkildə biz üzbəüz formada dayanmış görmürük. Təxminən bu belə bir meyilli bucaq altında dayanır yer kürəsi bu şəkildə fırlanır. Bax, yer kürəsi bu şəkildə öz oxu ətrafında nə edir? Dövr edir. Plus da dövr edə günəşin ətrafında da kim bu şəkildə dövr edəcəkdir. Öz oxu ətrafında fırlanması əsasında dedik ki, sutka yarandı. Günəş ətrafında fırlanması əsasında isə il yarandı. İndi biz bu gün öyrənirik yerin günəş ətrafında hərəkətini. Həmən bu meyilli bucaq əsasında belə düşünək, orbit müstəvisi var. Biz bu haqda danışmışdıq bir dəfə sizlə. Bu da yerin xəyali oxudur. Bu ox burada, yəni 90 dərəcəlik bucaq altında çəkə bilmədim. 90 dərəcəlik bucaq altında olan zaman bu şəkildə olacaq 90 dərəcə altında. Amma burada meyilli bucaq oldu. Həmin bu meyilli bucaq 66,5 dərəcəyə bərabərdir. Bura isə 23,5 dərəcə olacaqdır. Bu xəttlər bizə nəyi xatırlatdı? Tropik xəttləri və qütb dairələrini bildirdi bizə. Və bizim o meyilli bucağımız demişdik ki, hər zaman nədirsə, həmin orada qütb dairəmizin xəttləri də olurdu. Bəzən suallarda qarşımıza çıxır ki, meyilli bucaq dəyişiklik oldu 70 dərəcə. Hə, biz bilirik ki, meyilli bucaq 66,5 olan zaman tropik xəttim 23,5-ə bərabər idi. Artıq 70 olanda necə olacaq? 20 dərəcə. Çünki demişik bunların hər zaman cəmi nə olmalıdır? 90 dərəcəyə bərabər olmalıdır. İndi bunların şəklini çəkib şəkil dərsində də izah edəcəm yenə sizə. İlkin olaraq bildik ki, meyilli bucağımız var. Və bu bizim meyli bucağımız əsasında yerin səthinə günəşin düşməsi artıq müxtəlif formada olur və həmçinin yerin formasında təsiri varkən, yerin kürə formasında olması yer səthinə günəşin artıq düşməsinin qeyri-bərabər şəkildə paylanmasına gətirib çıxarır. Məsələn, qütblər niyə soyuqdur? Çünki yer kürə formasındadır deyə ora günəşin düşmə bucağı kiçik bucaq altında düşür. Deməli, uşaqlar, yer günəş ətrafında tam fırlanması, yəni bu orta sürət 29,8 km/saat sürətlə fırlanır və 365 gün, 5 saat 48 dəqiqə 46 saniyə vaxt ərzində bir tam dövrəni başa vurur və bu da bizim nədir? Bir ilimizi, yəni ki, yaradacaqdır və bizim 4 dənə fəsilimiz var. Sonra 4 dənə fəsilimizin var olması bizim enliklərimizdən asılı olan bir prosesdir. Bax, burada çəkib veriblər. Gəlin bu şəklin üzərisində biz baxaq. 23,5 şimal tropiki, bu xərçəng tropiki adlanır. 23,5 cənub oğlaq tropiki adlanır. Qütb dairəsi və qütb nöqtəsi deyəcək. Bura qütb nöqtəsi deyəcək. Deməli, bu xəttlər üzərisində yadda saxlamaq lazımdır ki, 23,5-lərin arasında yerləşən ərazi tropik işıqlanma qurşağı adlanır. 23,5 ilə 66,5-in arasında yerləşən bu ərazi mülayim işıqlanma qurşağı. 66,5 ilə qütbün arasında qalan bu ərazi qütb işıqlanma qurşağı hesab olunur. Deməli, bizim 5 dənə işıqlanma qurşağımız var. Bir tropikdir. Bir mülayim burada, bir mülayim burada cənubda. Bir qütb şimalda, bir qütb şimalda. Demək, bir tropik, iki mülayim, iki qütb olmağa 5 dənə işıqlanma qurşağı var. Bax, xahiş edirəm ki, bunu qəşəng öyrənin. Çünki bu çox qarşımıza çıxır. Yəni, bizim irəliləyən mövzularımızda hətta dünyanın siyasi coğrafiyasında belə gəlir buradan isə qarşımıza bir şey çıxarırlar da sualların içərisində. Birdən sualdır, verir. Məsəl üçün deyir, filan ada neçə işıqlanma qurşağında yerləşdi. Yəni, burada biz artıq nəzər salmalıyıq nələrə? Gəlin, onları da buradan deyim sizə. Baxın, məsəl üçün, burada deyim nəyi? Tayvan adası var. Tayvan adasını görürsən ki, qırıq-qırıq xətt var, ha, bu kəsir, yəni tropik xətti kəsir. Ona görə Tayvan adası iki işıqlanma qurşağında yerləşir. Burası şimal, burası cənuba düşür deyə tropik xəttinin. Yuxarı hissəsində mülayim, aşağısında isə tropik işıqlanma qurşağı var. Və yaxud da ki, materiklər üzərində biz keçən zaman bu çox istifadə edəcəyik bunu. Cənubi Amerika materiki. Cənubi Amerika materikini tropik xətti kəsdi deyə. Şimal hissəsi tropik işıqlanma qurşağında yerləşdi. Cənub hissəsi mülayim işıqlanma qurşağında nə etdi? Yerləşdi. Məsələn, Şimal Amerika materiki. Şimal Amerika materikində biz həm şimalından qütb dairəsinin keçdiyini görəcəyik. Burada isə
tropik xəttinin keçdiyi nədir görəcəyik. Ona görə də bir hissəsi tropikdə, bir hissəsi mülayimdə, bir hissəsi qütbdə. Eyni hadisə biz Asiya, Avrasiyada görə bilirik ki, nə, burada da ki, tropikdə, mülayimdə və qütbdə olmaqla 3 dənə şikalma quşağında yerləşdi. Afrika materikinin məsəl üçün şimal tropik xətti kəsir, bir də cənub tropik xətti. Ona görə bir tropik 2 dənə mülayim şikalma quşağında yerləşmiş olur. Avstraliya materikinin tropik xətti kəsir deyə, şimali tropik, cənubi isə mülayim işıqlanma qurşağıdır. Antarktida materikinin qütb dairəsi kəsir. Bax, kiçik bir hissədə buradan kəsir deyə. Ona görə Antarktida materikinin böyük hissəsi qütbdə, kiçik bir hissəsi isə mülayim işıqlanma qurşağında yerləşir. Bunu hər hansı bir ölkə üçün, hər hansı bir ada üçün də bizə nədir? Verə bilər. Məsəl üçün, burada yaşayan İslandiya adasını, indi bu xəritə biraz kəsr kimi görsənir. Amma heç bir xətt kəsmədiyinə görə yalnız mülayim işıqlanma qurşağına yerləşdir. Bu işıqlanma qurşağına diqqətlə yanaşmaq lazımdır. Bir də məsəl üçün suallara nə verir sizə? Deyir ki, işğalma quşağının sərhədləri üzərisində sual verir. Məsəl üçün, mülayim işğalma quşağının cənub sərhəddir. Hə, mülayim işğalma quşağının cənubu haradır? 23,5 şimal tropik xətt. Məsələn, şimal mülayim işğalma quşağının cənubu 23,5 şimal tropik xəttidir. Amma cənub yarımkürəsində cənub mülayim işğalma quşağının cənub sərhəddi haradır? 66,5 cənub enliyidir. Bax, bunlara diqqət etmək lazımdır. Sonra, məsəl üçün 66,5 cənub qütb dairəsi işğalma quşaqlarının həmçinədir, sərhədlərinə düşür. Qütblə mülayimin. Burada da həmçinin qütblə mülayimin sərhədlərinə düşür. Sonra, buradan yenə bir dənə sual da qarşımıza çıxa bilər. Bizə deyə bilər ki, bu haqda mən yəni dəfələrlə izah vermişəm. Qəbula falan da düşmüş şeylərdə, yəni ki, buna diqqətlə qulaq asaq. Deməli, işıqlanma quşağının dəyişməsinə görə baş verə biləcək proseslərdən danışır bizə. Deyir ki, normal halda mən bilirəm ki, 23,5, 23,5. Bura, belə. 66,5, 90 dərəcə, 66,5. Bu normal halımızdır bizim. Gəlin normal hal üçün baxırıq. Tropik işıqlanma qurşağı, bu da sıfır ekvator. Tropik işıqlanma qurşağı bu ərazidə yerləşirdi. Tropik işıqlanma qurşağının arasında qalan məsafə nə qədər idi? 23,5 şimal, 23,5 cənub nə qədər edir? 47 dərəcə. Burada mülayim işıqlanma qurşağının arası nə qədərdir? 66,5 ilə 23,5 eyni yarımkürədə çıxırıq. Nə qalır? 43 dərəcə. Burada isə hesablayan zaman görürük ki, 23,5 qalır. Və bunları bildik. Bunları yəni qırmızı dairəyə alıram. Bu fərqlədir. Bu normal halda olan fərqdir. Sonra gəlirik ikinci hala. Məsəl üçün deyir ki, vəziyyət dəyişib. Əvvəl bizə vermişdi ki, 66,5 normal vəziyyətimiz idi. İndi dəyişib olub 70 dərəcə meyil bucağımız. Görək hansı hadisə baş verəcək. Baxıram burada xəttlərimizə. İndi 70 olanda Nigar mənim qütb dairəm neçə olacaq? 70 isə mənim 90-a gətiririk də 20. Qütb dairəm. Onda 23,5-ə gətirəcəyik mən. Yox, bax deyirəm axı. Bax burada mənim meyli bucağım nə qədər idi? 66,5. Hə, Qütb dairəm 66,5. neçə olub? 66,5. İndi mən 60,5. 70 olmuşam. Bu neçə olacaq? 4,5 mən. 3,5 mən. Niyə? 70 olacaq mənim. 70 Hə, olacaq da. Bax yadda bəli. qalsın ki, sənin meyli bucağın nədirsə, qütb dairən həmin bucaq olur. Məsəl üçün Hə, dəyişiklik onda, vəziyyət oldu 80 dərəcə meyli bucaq. Qütb dairəm nə onda yenə olacaq? 80 dərəcə olacaq. yenə. 50 dərəcə oldu. Olacaq 50 dərəcə. Fərqi yoxdur. Mənim meyli bucağım nədirsə, qütb dairəm odur. İndi qütb dairəm Hə, 70 isə, tropik xəttim neçə olur onda? Bax, bura tamamlayırıq 90-a. hə, burada 20 olacaq Ay mənimki. sağ ol. Burada olacaq 20 dərəcə. Demək 20 dərəcə də mənim oldu qütb dairələrim. Tropik xəttlərim. Bəli. Və 90 dərəcə qütblərim də öz yerində olduğu kimi qalır. İndi gəlin baxaq. Bayaqların biz hesabladıq. Tapdıq ki, tropik işıqlanma qurşağının məsafəsi nə qədərdir? 47 dərəcə. İndi baxıram ki, nə qədər olub? 40 dərəcə. Bayaqların burada 43 dərəcə idi. İndi baxıram olub nə qədər? 50 dərəcə. Bura nə qədər olub? 20 dərəcə. İndi mənə sual verir ki, bu vəziyyət olarsa əgər 70 bucaq altında meyilli olarsa, tropik işıqlanma qurşağının sayəsi artar. Baxıram ki, yox, 47 imiş, 40 olub, azalıb. Mülayim işıqlanma qurşağının sayəsi artar. Baxıram ki, 43 imiş, 50 olub. Bəli, artıb.
Qütb işıqlanma quşağının sahəsi artar. Baxıram ki 23,5 imiş, indi o nə qədər? 20 dərəcə azalıb deməli. Sonra belə bir sual verə bilər. Deyir ki, məsəl üçün tropik işıqlanma quşağının şimal sərhəddi, yəni şimal 23,5-dən söhbət gedir. Şimal sərhəddi yerləşdiyi paralelin uzunluğu artar. Belə bir sual verir mənə. Baxıram ki, əvvəlki 23,5 idi, indiki olub 20 dərəcə. Sizin fikrinizdə uşaqlar, paralelimin uzunluğu artıb yoxsa azalıb? Bax, paralelin öz uzunluğu ha, dərəcədən söhbət getmir burada. 70-dirsə azalıb da. 20, 20. Müəllim. Bu 23,5 idi, bu olub 20. Dərəcədən söhbət getmir. Müəllim. Paralelin uzunluğundan söhbət gedir. Kim o fikri izah edə bilər mənə? Niyə artıb? Çünki Mən ekvator doğruya yaxınlaşdıqca Ay sağ ol. uzunluq da artır. Bəli. Biz yerləşdiyimiz paralel əvvəl 23,5-də idi. Bu biraz ekvatordan uzaq idi. Amma indi olub 20 dərəcə. Demək nə olub ona? Tropik xəttimin uzunluğu artıbdır. Yəni bunu belə düşün də. Məsəl üçün mən atıram sənə bunu 23,5 demirəm, 30 deyirəm. Əvvəl 30 idi, indi olub 20 dərəcə. 30 üzərisində mənim bir dərəcəlik qövsüm 96,5 idisə, mən 360-ı vurdum 96,5-ə. İndi isə 20 dərəcədir. Burada nə qədərdir? 104,6. Burada artıq gördükmü? Nə oldu? Paralelimizin bir dərəcəlik qövsü artması baş verdi. Yəni onun uzunluğunun artması baş verdi. Məsəl üçün, əvvəlki qütb dairəm 66,5-də yerləşirdi. İndi 70-də yerləşir. Bu qütbə yaxınlaşıb. Artıq qütbə yaxınlaşdımsa paralelin uzunluğu nə olur? Kiçilir. Bax, uşaq, bu hədsiz dərəcədə səndən məntiq tələb edən bir şeydir. Sən bunu oturub oxuyub anlamağa çalışma yəni heç vaxt. Qoy qarşıva, qlobusun varsa lap yaxşı. Qlobusu da qoy qarşıva. Onun üzərisində otur fikirləşinən ki, hə, bax mən burada bayaqların məsəl üçün bunu 23,5-də vermişdim. Artıq nə etdim? Bir tık da aşağı düşdüm. Ekvatora biraz da yaxınlaşdım. Hə, müəllim demişdi ki, bizdə ekvatordan uzaqlaşdıqca paralellərin uzunluqları kiçilməsi baş verirdi. Aha, mən demək nə etmişəm onda? Yaxınlaşmışamsa paralelim normaldır artıq, artmalıdır, uzunluğu artmalıdır. Məsəl üçün deyir Azərbaycan indi hansı işıqlanma qurşağında yerləşir? Azərbaycan biz Bakını götürək də. Bakı yerləşir neçə dərəcə enlikdə? 40 dərəcə mən. Ha, Dərəcə. 40 dərəcə şimalında yerləşən Azərbaycan hansı işıqlanma qurşağına düşər sizcə? Mülayim. Mülayim, bəli. Tropik burada yerləşir. 23,5-ə qədər tropik idi. Sonra 40 dərəcə gəlirdi. Mən düşürəm artıq ara mülayim işıqlanma qurşağına. Elə baxırsınız ki, elə bir ki 11-ci sinif deyirsiniz. Yəni ilk dəfə eşidirsiniz bunları. Buradan bunları bildik. Hələ ki yadıma düşər yəni ki bunlardır. İndi nəsə də qalsa yenə testin üzərisində qarşımıza çıxanda olsa deyəcək oldular biz yenə. İlkin olaraq yadıma düşən bunlardır. Bu işıqlanma qurşağı haqqında bax bu məlumatları bilək, öyrənək, bunları yadımıza saxlayaq, beynimizə həkk edək hamısını ha. Sonra gəldik burada nəyə? Günəşin səmada görünməsinə. Sonra bu şəkildə gördüyümüz kimi bunların adlarını da biz bilirik. 21 mart tarixi, 22 iyun tarixi, 23 sentyabr, 22 dekabr tarixi. Bəzən bunu 22 martda deyirlər, bəzən 23 iyunda deyirlər, 21 iyunda deyirlər. Yəni onlar köhnə şeylərə görə dəyişir, yəni bu stabil qalmır. Biz uşaqlar Günəşin səmada 4 dənə əsas vəziyyətini görürük. Bu deməli ekvator xəttimiz. Bu mənim şimal tropik xəttim və hər şey bunun üzərisində gedəcək ha. Bu da mənim cənub tropik xəttim. Günəşin 21 mart tarixində biz ekvatorun üzərisində zenitdə görürük. 22 iyun tarixində şimal tropikində zenitdə görürük. 23 sentyabr tarixində yenidən ekvatora günəş gəlir. 22 dekabr tarixində isə günəş cənub tropik xəttində zenitdə olur. Bax, fikir verdinizsə, uşaqlar, günəş bu aralıqda gəzdi. Diqqətli olun. Bax, bunu bəzən sual verəndə adam karıxır. Bəzən suallarda nə bilim, gəlir elə bir şey çıxır ki, karıxdırır bizi. Məsəl üçün, 25 dərəcə şimal enliyində günəş nə vaxt zenitdə olur? Belə bir sual verirsən. Olmur. Burada günəş zenitdə olmur. Günəşin zenit olduğu ən son nöqtə haradır? Şimal yarımkürəsində 23,5 şimal enliyi,
Cənub yarımkürəsində 23,5 cənub enliyi. Vəsiyo, bax bunun arasında günəş fırlanır. Mən sizdən soruşanda mənə durub deməyin ki, müəllim, 25 yəni şimal enliyində günəş fırlanmır. Məsələn, Azərbaycanda günəş zenitdə olurmu? Xeyr, olmur. Niyə olmuruq? Çünki biz tropik işıqlanma quşağında yerləşmirik. Biz mülayimdə yerləşirik. Mülayim üzərisində günəşin zenitdə olmağını görmürük. Ümumiyyətlə, qarşımıza çox çıxan bir şeylər var. Məsəl üçün, ekvator deyəndə 0. Tropik deyəndə təxminən 30 dərəcələr götürürsən. Mülayim deyəndə təxminən 40-50 dərəcəni götürürsən. Qütb deyəndə nə bilim 80-90 dərəcəni götürürsən. Bunları bilin. Bax, bunlar lazımdır bizə. Mən sənə deyəndə ki, mülayim enlik. Sən artıq gedib orada tropiki axtarmalı deyilsən. Sən artıq gedib təxminən orada bir 40, 50, 60 dərəcə enlikləri axtarmalısan. Hətta 70-ə də 70-ə çıxarıq yox çıxmarıq. 66-dan onda bir şey qədər də yəni ki, olan əraziləri axtarmalısan. Və yaxud da ki, sənə mən tropik dedim, sən gedib orada artıq 20 dərəcə, 30 dərəcə bu aralığa gedib axtarmalısan. Yəni bu şəkildə bunu bilin ki, suallarda və ya da sual verdiyimiz zaman karıxmayaq. Və mən bilirəm ki, Azərbaycan 40 şimal enində yerləşir deyə bizdə artıq günəşin zenitdə olmağını görmürük. Mən kitabımızın yazdığı qayda ilə deyəcəm bunu sizə uşaqlar, amma istisna o qayda ilə sizə sizin üçün vurğulayacağım. Məsəl üçün Azərbaycan burada yerləşir və Azərbaycan günəşi il boyu özündən harda görür? Hansı tərəfdə görür? Bir cənubda gördüm. Ayso. İl boyu biz günəşi Bəli. özümüzdən cənubda görürük. İndi düzdür, əslində bu fikirdə biraz səhvlik var, amma kitablar hələ ki bunu belə verirlər. Biz günəşi özümüzdən şimalda da görə bilərik. Yəni ki, bu hadisə də var. Ora çox toxunmuram, çünki o biraz sizin səviyyədən artıq yox, abituriyent səviyyəsindən yuxarıdır. Hələ ki biz abituriyent üçün bunu bilirik. Amma onlar qarşımıza çıxar ki, hər testdə falan çıxar qarşına ki, nə Azərbaycanda günəşin şimal-şərqdən falan görünməyi, bəli, görməyimiz mümkündür. Ola bilər əslində. Səmada yer kürəsinin günəş əvvəlisinə görə biz o hadisəni də ki müşahidə edə bilərik. Amma genəlliklə biz günəşi özümüzdən cənubda görürük. Və bizim bax məsəl üçün Azərbaycanda yerləşən bir dağı götürürəm. Bu dağın cənub yamacından şimal yamacını müqayisə edən zaman baxıram ki, bizə günəş il boyu cənubdan düşür deyə cənub yamacına günəşin düşmə bucağı nədir? Daha çoxdur. Şimal yamacına günəşin düşmə bucağı nədir? Daha azdır. Ona görə şimal yamaç daha soyuq olur, cənub yamaç daha isti olur. Cənub yamacda qar daha az olur, amma şimal yamacda qar nədir? Daha çox olur. Bax bu fikir yadımızda qalsın. İndi orada qar xətti də var, bax burada biz irəliləyən dərslərimizdə deyəcəyik sizə. Günəşin 4 dənə zenit vəziyyətini gördük bu şəkildə. 21 mart, 22 iyun, 23 sentyabr, 22 dekabr. Deyirik ki, tropik xəttləri üzərisində uşaqlar günəş ildə bir dəfə zenitdə olur. Bax, indi deyirsən ki, ay müəllim, axı tropik xəttində bir dəfə 22 dekabr, bir dəfə 22 iyun tarixində günəş zenitdə olur. Bax, bu iki dəfə etdi. Xeyr, hər tropik xətti ayrıdır. Yəni biri şimal tropik xəttidir, biri cənub tropik xəttidir. Ona görə deyirik ki, tropik xəttində günəş ildə nə olur? Bir dəfə cəmisi zenitdə olur. Amma tropiklərin arasında günəş ildə 2 dəfə zenitdə olur. Gəlin baxaq buna. Götürürəm 21 mart tarixini. 20 götürmürəm, 22 dekabr götürürəm. 22 dekabr tarixində Günəş cənub tropikində zenitdə olan zaman bu şimala doğru meylləndik, gəldik. 3 ay müddətində gəldik. Çatdıq hara? 21 mart. Bu 3 ay bizim qış fəslimiz idi. Qış fəslindən çıxdıq, gəldik 21 mart. Artıq yaz. Bax, həmişə də bu dərsi Azərbaycanın üzərində fikirləşin. Özümüzdən fikirləşin həmişə. Bizdə hansı fəsildir? Ona uyğun şəkildə fikirləşin. Ha, demək, 3 ay ərzində günəş gəldi, çıxdı 21 mart tarixində ekvatorun üzərisində. Günəş burada zenitdə oldu. Sonra gəldik növbəti 3 ay ərzində artıq 21 martdan 22 günə yaz fəsli gedirik. Yaz fəslində günəş gəldi, çıxdı tropik xəttin üzərisinə. Buradan yenidən gələn günəş aşağı doğru düşərəkdən gəldik, çıxdıq yenidən ekvatora. Bax, fikir verdiniz, ekvator xəttində günəş dövr etdi deyə 2 dəfə zenitdə oldu. 3 ayda buradan gəldik, sonraki 3 ayda burada gəldik artıq. Yay fəsli, burada isə artıq payız fəsli olmaqla 4 dənə 3 ayımız, yəni 12 ay, yəni 1 ilimizi tamamlamış olduq. Və bu müddət ərzində günəş tropiklərin hərəsinə bir dəfə dəydi, amma tropiklərin arasında qalan məntəqədə 2 dəfə. Məsəl üçün, buradan bir xətt çəkirəm, deyirəm 10 dərəcə şimal enliyi.
Günəş bir dəfə gedəndə zenitdə oldu, bir dəfə də qayıdan zaman nə oldu? Zenitdə oldu deyəcəksiniz. Bax bu günəşin zenit vəziyyəti. Zenitdəki bu nədir? Elə bunu da deyim. 90 dərəcə bucaq altında düşməkdir. Yəni zenit günəşin tam başımızın üzərisində olmalı. 90 bucaq altında tam üzərimizə düşməkdir. Əgər günəş mənim başımın üzərində zenitdədirsə, artıq mənim kölgəm yoxdur. Uşaqlar, iki hal var. Kölgəmizin olmaması üçün iki hal var. Ya qaranlıq gecədir, kölgəmiz, günəş yoxdur deyə kölgə yoxdur. Ya da günəş düz başımızın üzərindədir deyə mənim kölgəm nədir orada artıq yoxdur. Biz bunu ə, yerin günəşi tərəfindən işıqlanmasından danışan zaman, ne bilmirəm, biraz göstərə biləcəm onu sizə burada. Baxın bura, indi burada cin çağıracağım uşaqlar birazdan. Bax görürsünüz, bu şəkildə dayanıb bizim yer kürəmiz. Bu da bizim günəşimizdir. Bax, günəş bunun bir tərəfinə düşür. İndi biraz belə tutum ki, siz görə biləsiniz. Günəş bunun bir tərəfinə düşür. Gördük, arxa tərəf kürən nə oldu? İşıqlana bilmədi. Yer öz oxu ətrafında fırlanır deyə onun hər tərəfi yavaş-yavaş işıqlanması baş verir. Artıq burada saatda yaranmış olacaq. Bizim növbəti dərsimizdir. İndi bu gün biz öyrənirik nəyi? Yerin günəşin yesinə düşməsini. Bax, günəş bu vəziyyətdə dayandı. Fikir verirsiniz uşaqlar. Şimal tərəfdə, cənub tərəf nə olub? Hər iki tərəf eyni işıqlanıbdır. Günəş bu vəziyyətdə oldu. Fikir verdiniz, cənub tərəfdə işıqlanma azaldı. Bax, bu hissə nə oldu? Azaldı. Günəş düşdü cənuba. Fikir verdiniz, şimal tərəf nə oldu artıq? Günəşin işıqlanması azaldı. Bax bu hadisələr baş verir və sənin günəşin bax bu vəziyyətdə dayanan zaman 21 mart tarixində deyək ki, günəş ekvator xəttində zenitdədir. Azərbaycanda hansı fəsil başladı? Yaz fəsli başladı. Biz buna deyirik ki, yaz gecə gündüz bərabərliyi günü. Yaz gecə gündüz. Bax 21 martın adı var. Yaz gecə gündüz bərabərlik günü. Əzbər bilmək lazımdır. Niyə görə? Çünki sənə sualda demir ki 21 mart tarixində. Bəzən sualda sənə qalib deyir ki, yaz gecə gündüz bərabərlik günü Bakıya günəşin düşmə bucağını hesabla. Hə, yaz gecə gündüz bərabərlik günü hansı tarixdir? 21 mart tarixidir. Ha, bunu bil deyir. Və bu zaman günəş ekvator xəttində zenitdə olur. Bu zaman şimal və cənub yarımkürəsi bərabər işıqlanır deyə biz buna yaz gecə gündüz bərabərlik gün dedik. Deməli bu zaman 12 saat gecə, 12 saat gündüzün olması baş verəcəkdir deyəcəksiniz. Günəş şimala doğru uşaqlar meyilləndi. Bax şimal tərəf nə oldu artıq? Tamamilə işıqlanıbdır. Və bu zaman artıq şimalda nə olur? 22 iyun tarixi, yəni ki, yay gün dönümü hesab olunur. Bax, bunun da adı var. Yay gün dönümü günü. Elə bir ki, gün gəlir, dönümdəkin buradan belə düşünün. Gün gəldi, çatdı bura və döndü aşağıya doğru getdi. Ha, 22 iyun tarixi Azərbaycanda hansı fəsil gəldi? Yay fəsli gəldi. Çünki günəş artıq şimalda zenitdədir. 22 iyun tarixindən başladıq. Yavaş-yavaş günəş gəldi yenidən ekvator xəttinə, 23 sentyabra. 23 sentyabrda oldu nə? Payız. Payız gecə gündüz bərabərliyi. Bax, yenə bərabərlik oldu. 23 sentyabrdan oradan yellənən günəş aşağı düşdü, gəldi cənub tropik xəttinə. Artıq 22 dekabr tarixi olacaq. Cənub tropik 40 gün xəttində dönümü. bizdə bəli, qış gün dönümü olacaqdır. İndi fikir verin nəyə uşaqlar? İyul, avqust. Bizdə hansı fəsildir? Yay. Yay. Aysa. Yay. Dekabr, yanvar, fevral hansı fəsildir bəs? Qış. Ay sağ ol. İndi gəlin görək niyə görə bu belə oldu? Bax, günəş şimalda olan zaman biz belə deyək də 21 martdan 23 sentyabra onu türklər daha yaxşı deyirlər. 21 martdan 23 sentyabra olan müddəti yaz dönümü adlandırırlar onlar. O daha mənalıdır belə götürəndə. 21 martdan 20 sentyabra günəş şimalda olur deyə şimal daha isti olur. Bunu yaz adlandırırlar. 23 sentyabrdan 21 marta qədər isə günəş cənubda olur deyə, bax diqqətli olun, ha, eyni rəqəmlərdir. 21 martdan 23 sentyabra. 23 sentyabrdan 21 marta günəş cənubda deyir deyə. Ona görə onlar qış deyirlər elə bu vaxtda. Ha, 22 iyun tarixindən 21 mart tarixindən başladı. Günəş qalxdı şimala. 22 iyun tarixində günəş şimalda tam zenitdə oldu. İyun, avqust bizdə nə fəsli oldu? Yay fəsli oldu. Bax, diqqətli olun. Cənubdakı uşaqlar, indi cənubdakılar nə edir, nə etmir ondan bizə nə? Biz hesablama işlərində, məsələdə, suallarda, ilqimdə falan çox lazım olur bizə bu dərs ha. Burada nə deyirik? 22 iyun, avqust bizdə yay fəslidir. Cənubda isə qış fəslidir. Niyə görə? Çünki günəş şimaldadır. Fikir verirsən, cənuba günəş az düşür deyə. İyul, avqust bizdə yay, cənubda isə qış fəsli hesab olunacaqdır. Günəş cənuba gələn zaman
Dekabr gəldi eləmi? Nə fəsl oldu bizdə? Ya dekabr, yanvar, fevral. Qış fəsli oldu. Amma cənubda nə fəslidir? Yay. Yay fəsli. Yay. Yay. Günəş tərəfdadır. Ona görə də deyirik ki, şimalla cənubun yay və qışında aylarında fərq var ha. Biz deyirik iyun, iyul, avqust şimalın yay fəslidir. Dekabr, yanvar, fevral qış fəsli. Cənubda isə iyun, iyul, avqust qış fəslidir. Dekabr, yanvar, fevral isə yay fəsli hesab olunur. Bax, bu da günəşin həmin o vəziyyətinə görə dəyişəcəkdir deyəcək. Sonra buradan sizə nə deyim başqa lazım olan? Baxın nə var. Deməli, 22 dekabr tarixindən başlayıram, günəş şimala doğru gedir. Və bu zaman deyirəm ki, 22 dekabr tarixindən 22 iyun tarixinə qədər uşaqlar şimal yarımkürəsində gündüzlərin uzunluğu artır. 22 iyun tarixində ən uzun gündüz olacaqdır. 22 iyun tarixindən başlayıram. 22 dekabr tarixinə qədər gəldiyimiz zaman isə şimal yarımkürəsində gündüzlər nə olacaqdır? Qısalacaqdır. Bu isə cənub yarımkürəsində ən uzun gündüzün, şimalda isə ən uzun gecənin olmasına gətirib çıxarır. Baxın, indi fikir verirsinizsə, saat 9-da həmişə nə olurdu? Qaranlıq düşürdü, yaydı da yəni ki. Amma indi artıq saat 8-də demək olar ki, qaranlıq düşür. Nə baş verir? Gündüzün qısalması baş verir. Düşünək nədir? Məsələ, 22 dekabr tarixindəyəm. Günəşin məndən ən uzaq vaxtıdır. Məndə ən uzun gecənin, ən qısa gündüzün olduğu tarixdir. 22 dekabrdan yavaş-yavaş günəş şimala doğru qalxır deyə gəlir artıq şimal tərəfə və şimal yarımkürəsində artıq nə olur? Gündüzlər uzanır. Ta ki 22 iyuna qədər. 22 iyunda şimalda ən uzun gündüz olur. Sonra rəqəm deyirəm. Bu rəqəmlər standart rəqəm deyil, dəyişə bilir. Səhv etmirəmsə Dimin kitabında olmalıdır o. Azərbaycanda ən uzun gündüz 14 saat 51 dəqiqə desəm belə bir rəqəm verir. Təxminən 14 saatda yəni ki bizdə ən uzun gündüz olur. Bu zaman isə 24 saat bizim bir günümüz var. Bunun 14 saat təxminən 50 dəqiqəsinə qədər gündüz olsa 9 saat nə olur artıq? Gecə olacaqdır. Və bu proses eyni şəkildə qış olanda da təkrarlanır. Artıq orada nə olur? 14 saat gecə baş verir, elə bil ki 9 saat gündüz baş verəcəkdir. İndi məsəl üçün biz bu gün hansı tarixdəyik? Ayın neçəsidir bu gün? 24 avqust tarixindəyik. İyun, iyul və avqust. Bax, iyun ayında günəş zenitdə oldu. Sonra gəldik iyul ayı, sonra gəldik avqust ayı. Biz hara gedirik? Üzü sentyabra gedirik. Artıq günəş bizdən nə edir? Uzaqlaşır. Bizdə nə baş verir? Gündüzlərin qısalması prosesi artıq bizdə baş verir deyəcəksiniz. Bu şəkildə burada zənnimcə qeyri-adi başqa bir şey qalmadı. Kiminsə nəsə sualı varsa burada qaranlıq qalan buyursun desin. Cavablandıraq keçək ikinci hissəsinə. Yoxdur ki sualınız. Yoxdur. Yay. Hə, lap yaxşı. Yəni başa düşə bilirik bunu. Biraz bunları dərk etmək üçün fikirləşmək lazımdır, fikir yürütmək lazımdır. Özün fikir yürütməsən ki, bu proses niyə belə oldu, bu şəkildə oldu. Yavaş-yavaş o şəkildə öyrənəcəksən. Tarixlərin adlarını bilin, hansı tarixdə gündüz qısalır, gündüz uzanır, bilin, fəsilləri bilin ki, hansı fəsil hardadır. Azərbaycan üzərisindən düşünün həmişə. E, Bu sonra ekvatorda ümumiyyətlə gündüzün uzunluğu, yəni 12 saatdan qısa olması gözlənilmir. Bunu yadımızda saxlayaq. Yəni ən qısa gündüz orada 12 saat müşahidə olunacaqdır. Belə. Yəni bu gündüzün və gecənin yaranması idi. Bu şəkildə bunu bildik. Sonra zenit vəziyyəti, yaz gecə gündüz bərabərliyi. Bax burada da uşaqlar bu şəkillərdə gəlin bunlar üzərisində izah verim sizə. Bəzən sual çıxır qarşımıza. Bu şəkildə bax bu şəkli bizə verir. Deyir ki, bu tarixə aid olan fikirləri seçin. İndi gəlin bu şəkli mən sizə təxminən çəkim. Tam aydın olsun. Belə çəkək, çəkək, belə gedəcək mən. Aha. Bax, normal vəziyyəti bunun belədir. Bu normal vəziyyətdir deyək ki. Bir halda da bunu biz belə də görə bilərik. Hə. Gördük, artıq ikisində də eyni şəkil deyil də. Yerin duruşu artıq fərqləndirmişik birində. Burada məsəl üçün qütb dairəmi belə işarə qoydum, qütb dairəmi belə işarə qoydum. Artıq bu halda isə mən qütb dairəsini buradan belə və buradan belə qoydum. Və biz əslində yer kürəsinin bax görünüşü bu şəkildədir də, yəni şeydə, səmada. Duruş forması bu şəkildədir. Burada uşaqlar nəyə diqqət etmək lazımdır? Mən qütb gecə və gündüzlərini bilməliyəm artıq.
Deyirəm ki, Günəş gəlir, çatır hara? 23,5 tropik xəttinə. 23,5 cənub tropik xəttinə. Günəş bu aralıqda dövr edir. Bu dövr edən zaman qütb gecələri və qütb gündüzləri baş verir. Bəzən deyirlər, elə ərazi var ki, orada nə bilim, ümumiyyətlə gecə olmur, gündüz olmur. Belə bir şey yalan fikirdir. 6 ay gecə, 6 ay gündüz məsələsi var. Bəli, qütblərimizdə 66-dan 10-da 5-dən 66-dan 10,5-dən şimalda yerləşən ərazi 66,5-dən cənubda yerləşən ərazilərin hamısında nə olur? Qütb gecələri və qütb gündüzləri müşahidə olunur. Yenə gəlin göstərək qlobusun üzərisində bunu. Baxırıq bu şəkildə deyək ki, günəşimiz hardadır? Şimal tərəfdədir, fikir verirsə, bu zaman şimalda gündüz baş verir. Günəşimiz cənubdadırsa, artıq cənub qütbündə gündüz baş verir. Bax, günəş cənubdadır. Şimal tərəf nədir? Şimal qütbü. Qaranlıqdır. Bu deməli nə olacaq? Cənub qütbündə qütb gündüzü, şimal qütbündə isə qütb gecələri müşahidə ediləcəkdir. Günəş şimaldadır. Şimal qütbündə qütb gündüzü, cənubda isə qütb gecələri nə edir? Müşahidə edilir deyəcəksiniz. Və bu hadisə necə baş verir? Bu hadisə belə baş verir uşaqlar. Deməli, mənim günəşim ekvator xəttində başlayıram. Şimala doğru getdiyim zaman, bax burada, dedik axı 21 martdan 22 iyuna, 22 iyundan 23 sentyabra. 3 ay burada, 3 ay burada olduq. Yəni 6 ay mənim günəşim şimal yarımkürəsində olur. Və eyni zamanda da dəyişəndə artıq 6 ay da cənub yarımkürəsində gəlib dövr edir günəşimiz. Demək, 6 ay şimal yarımkürəsində olan zaman artıq şimal qütbündə qütb gündüzləri başlayır. Nə vaxt başlayır? 21 mart tarixindən. Nə vaxt bitir? 23 sentyabr tarixində artıq həmin o gündüzlər bitir. Yəni 6 ay müddətində biz burada günəşi səmada görməyimiz mümkündür. Daimi səmada dövr edəcək günəşimiz. Və buradan sən bax, yadda qalsın. Nə qədər ekvatordan yuxarı qalxırsansa, həmin o qütb gündüzü məsələsi qütbdən o qədər aşağı enir. Məsəl üçün, günəş 10 dərəcədə zenitdədirsə, sənin artıq, bax, 90-dan 80-a qədər olan ərazi arasında qütb gündüzləri nə olur? Müşahidə edilir. Günəşim 20 enlikdə zenitdədirsə, artıq nə olacaq bura? Təxminən 70-ə qədər olan hissələrdə artıq qütb gündüzləri müşahidə edilir. Başa düşdük? Yəni, bax, bu, belə bir dənə bunu yadda saxlayaq ki, mən buradan yuxarı qalxdıqca qütb söhbəti buradan aşağı düşməyə başlayır. Mən ekvator xəttindən nə qədər yuxarıdayamsa, qütb gündüzləri və ya gecələrdəki nə olur? O şəkildə qütbdən 90-dan o qədər aşağı düşür. 10 yuxarı qalxdımsa buradan, 10 da oradan aşağı düşməliyəm. 20 yuxarı qalxdım, 20 oradan aşağı düşməliyəm. Ta ki 23,5-də günəş zenitdə olanda 66,5-ə nə olur artıq? Qütb gündüzləri tam olaraqdan 24 saat bir gün tam nə olur orada? Qütb gündüzü müşahidə ediləcəkdir və bununla da artıq yekunlaşırıq. Və başlayırıq, gəldik, düşdük cənuba. Cənub yarımkürəsində eyni prosesi biz görürük. Bəs bu 6 ay müddətində cənubda nə oldu? Cənubda təbii ki, 66,5 ilə 90 dərəcənin arasında nə baş verir? Qütb gecələri baş verir. Və uşaqlar, bu gündüzün dəyişməyini onu bilmirəm, kitab heç aradı. Tapsam yenə sizə göndərərəm o kitabdan. Belə bir proseslə deyim təxminən mən sizə. Bax, ekvatorda 12 saat, nə bilim 13 saat, nə bilim 14 saat, 15 saat, 16 saat, gəldik, nə axırda gəldik burada 24 saat. Bax, fikir verdinizsə uşaqlar, nə baş verir? Belə bir Y hərfi çəkirəm. Yay düşünün bunu, yay fəsli olaraqdan. Getdikcə nə baş verir? Uzanmağa başlayır. Bax, ekvatordan qütbə doğru getdikcə mənim gündüzlərim uzanmağa başlayır. Ekvatordan qütbə doğru getdikcə gündüz uzanır. Məsəl üçün, sənə belə bir sual verir. Burada deyək ki, 5 dənə məntəqə verib xəritə üzərisində. Birinci məntəqə, ikinci, üçüncü, nə bilim, dördüncü məntəqə. Ən uzun gündüz hansındadır? 4-də olacaqdır. Bu ola bilər ki, qütb dairəsinin daxilində deyil heç. Məsəl üçün 66,5-dən aşağıda yerləşir. 60 şimal enində yerləşir. 60 şimal enində yerləşən bir ölkə ilə 40 şimal enində yerləşən Azərbaycanı biz müqayisə aparan zaman yay dönümündə ən uzun gündüz hansında deyəndə təbii ki də o məntəqədə olacaqdır. Yəni məntəqə bizdən nə qədər şimaldadırsa, orada gündüzün uzunluğu bir o qədər
çoxdur. Yadda qalsın bax. Qütbə doğru getdikcə gündüzün uzunluğu nə olur? Artmağa başlayır. Təbii ki, indi bu proses hara keçərlidir uşaqlar? 6 ay müddətində, 21 martdan 23 sentyabra qədər şimal yarımkürəsində keçərli olacaqdır bu hadisə ki, mən artıq ekvatordan başlayıram yuxarı doğru qalxdıqca gündüzün uzunluğu artmağa nə edir? Davam edir və gəlir qütbdə bax şeydə 66,5 dərəcə tropik qütb dairəsində 24 saat yekun gündüzü nə edirik biz? Görə bilirik. Bu şəkildə yadımızda qalsın bu. Məsəl üçün xəritənin üzərisində məntəqə verir mənə. Belə bir məntəqə verib, burada bir M məntəqəsi verib, burada da kim bir A məntəqəsi verib. Hansında gündüzün uzunluğu daha çoxdur deyəndə, məsələn 22 iyun tarixi üçün bizə sual verib. Deyirik ki, M məntəqəsi. Niyə görə? Çünki qütbə yaxındır. Və qütbün elə içərisində də o heç onsuz da olsun. Məsəl üçün qütbdən uzaqda bir məntəqə C nöqtəsi burada. Bununla mən A ilə müqayisə edən zaman C məntəqəsində gündüzün uzunluğu nə olmalıdır? Daha çox olmalıdır. Ölkələr verə bilər, məntəqələr verə bilər, fərqi yoxdur. Burada artıq biz qütbə görə nə etməliyik? İşimizi görməliyik. Qütb gecə gündüzlərini biz tropik qütb dairəsindən yuxarıda ərazilərdə gördük. Bunun üçün öz xəritənizdə evdə bu xəttləri çəksəniz sizin üçün kifayət edəcəkdir ki, məsəl üçün mən görürəm ki, bax bu ərazilərin hamısında qütb gündüzlərini müşahidə edirəm. Məsəl üçün Skandinaviya yarımadası dediyimiz bu ərazidir. Skandinaviya yarımadasını biz böyütəcəm. Skandinaviya yarımadası ərazisində bütövlükdə qütb gündüzləri və ya da gecələri müşahidə olunurmu sualını verəndə artıq deyirik ki, xeyr təbii ki. Onun şimalında, məsələn Norveçin, İsveçin şimalında, Finlandiyanın şimalında biz həmin o prosesi görə bilirik, amma cənubunda normal gecə gündüzləri nə edirik? Görürük. Yəni normal şəkildə gecə gündüzlər artıq orada müşahidə ediləcəkdir deyəcəksiniz. Burada nəyi deyirdim? Mən bu şəkildən tam yadımdan çıxdı o hissəsini demək. Onu da göstərim sizə. Sonra mənə deyək ki, iki dənə şəkil verib belə və sual ünvanlayır ki, bu şəkildə hansı tarix, bu tarixin nə bilim baş verən hadisəsi belə bir sual ünvanlayır. Deyək ki, belə şəkillərimizi verib yenə. Bu qütb dairələrimi burada göstərirəm. Bu şəkildə ekvator şey oxşayır, biraz voleybol topuna oxşayır. Bu da tropik xəttlərim, ekvator xəttim, tropik xəttlərim. Belə bir sual verir mənə. Bax, belə götürürəm. Məsəl üçün bu tərəfi mənə bu şəkildə verib. Belə. Bütövdə yəkin bura belə qaranlıq verib də biraz belə. Bir şəklimizdə də ki, belə verib bizə. Bu şəkillərə çox baxan zaman mən hardan bilim bu hansı tarixdir? Nəyə fikir verməliyəm? Bax, burada həmişə qütb dairələrinə fikir verin. Əgər görürsən ki, şimal qütb dairəsində heç bir qaranlıq rəngdə vermir, qara rəngdə verməyibsə, açıq rəngdə veribsə, deməli bu 22 iyun tarixidir. Niyə görə? Çünki Günəş şimalda zenitdədir və şimal qütb dairəsində qütb gündüzüdür. Yox, artıq mən burada baxıram ki, görürəm, şimal qütb dairəsində tamamilə qaranlıq verilibsə, deməli bu artıq 22 dekabr tarixidir. Çünki 22 dekabrda şimalda qış fəslidir və şimal qütb dairəsində qütb gecələri müşahidə edilir. İndi bax, gəlin bu şəklin özünə biz baxıb görə bilərik bunu. Fikir verirsiniz, cənub qütb dairəsi nədir? Tamamilə qaranlıqdır. Burada isə şimal qütb dairəsi tamamilə qaranlıqdır. Fikir verirsən, 22 iyun tarixi bu şəkil üçün keçərlidir. 22 dekabr isə bu şəkil üçün keçərlidir. Bax, burada cənub nə oldu? Gündüz oldu. Yəni, qütb gündüzü cənubda nə vaxt müşahidə olunur? Cənub qütbündə 22 dekabr tarixi. Bəs şimal qütbündə qütb gündüzü nə vaxt müşahidə olunur? 22 iyun tarixində. Bu şəkildə də bunu da nə edirik? Bilirik. Başqa buradan deyiləcək bir şey zənnimcə yoxdur artıq. Əsas deyilməli olan şeylər dedik biz. İndi mən sizə bunun məsələ hissəsində nə edəcəm? İzahını verəcəm.